Neftçidən bu il gözlənti mənə görə çox idi. Dəhşət çoxdur. Çünki yaxşı yatırımlar edilib, ciddi maliyyə ayrılıb, yaxşı transferlər edilib, məşqçiyə inam var, etibar var və onun qarşılığında isə gəldilər baxmayaraq maça da yaxşı başlamışdılar Avrokuboklarda. Halbuki belə deyək də, mövsümün cari mövsümdən danışıram. Mövsümün ilk hissəsində heç kim inanmazdı ki, Neftçi Avrokuboklara vəsiqə qazanacaq. Və gəldi vəsiqə Yuri qazandı. müəllimə Hə, Yuri gəldi, vəziyyət düzəldi, stabilləşdi və Yuri bir yöndən də elə bir azarkeşlərə ürək-dirək verir ki, narahat olmayın, yaxşı olacaq və ona görə gözləntini pik nöqtəyə qaldırdı düşünürəm. Amma Dinamo oyununda məncə biraz eyforiya qapılmışdıq. Təkcə Yuri yox, Neftçi futbolçuları yox, hələ bizlər də, biz idman cəmiyyəsi də, ümumiyyətlə azarkeşlər də belə deyək, eyforiya qapılmışdıq ki, Minski tapdalayacağıq, keçəcəyik. Amma yox.